Salamlar dostlar, YouTube kanalıma ve yeni vloguma hoş gelmişsiniz. Başlıktan da göründüğü kimi bu vlogda Varşava səyahətimiz barəsində olacaq. Bacım burada yaşadığı üçün mən fürsətdən istifadə etdim. Həm onları görmək, həm də şəhəri gəzmək istədim. Biz Polşaya gəldiyimizdə artıq həftə sonu idi. Buna görə də dostlarımızla şəhərdən sadəcə 30 dəqiqə məsafədə yerləşən belə bir yerə gəldik. Və məncə həqiqətən də çox doğru bir qərar oldu. Uzun zamandır bu qədər əylənməmişdim. Dostlarımızla yedik, dedik, güldük, əyləndik. Varşavaya yolu düşənlər və yaxud da ki burada yaşayanlar mütləq bu yeri nəzərinizdə saxlayın və mütləq gedin. Olduqca əyləncəli və xoş vaxt keçirə biləcəyiniz bir yerdir. Selam herkese. Bugün yeni bir gün ve hazırlaşmışıq. İndi yola düşmüşük Gedrik mərkəzə. Halloween'de ona uyğun dekorasiyalar olubdu mərkəzdə. İndi onları da sizə göstərəcəm. Məncə maraqlı olacaq. Belə başlayaq. Geldiğim merkeze çatdı. Şimdi gezeceğiz, sizlere de göstereceğim. Həqiqətən Varşavanın belə qəşəng olduğunu düşünmürdüm. Ancaq çox bəyəndim. Wanna be modern art, but I only got half a heart to get to you, and I hope it's enough. İndi belə bir yerdə oturmaq istəyirik, kofe içmək istəyirik. Həqiqətən çox uyutma belə, xoş havası var. How can you miss someone you never met? Would you hold my hand if I saw you in heaven? Would you help me stand if I saw you in heaven? I'll find my way through night and days, 'cause I know I just can't stay here in heaven. Selamlar herkese. Bugün yeni bir gün ve biz hazırlaşmışıq. Gəlmişik parka gəzməyə. Parkın adı səhv etmirəmsə Korolevski Park adlanır. Dəqiq adını tabliçkada baxacağım və burada qeyd edəcəm. Hava bugün çox yaxşıdır. Ümumiyyətlə gəldiyimiz gündən demək olar ki hər gün günəş çıxır. Belə istədim buranı sizlərə də göstərim. Birlikdə gəzək.
parkdan olan kadrları izlərkən mən də istəyirəm sizə biraz park barəsində məlumat verim. Park kompleksinin əsası 17-ci əsrdə qoyulubdur və Varşavada yerləşən ərazidən görə ən böyük parkdır. Həqiqətən də biz bir gün içərisində demək olar ki, parkın çox az bir hissəsini gəzdik və burada gördüyümüz tarixi abidələri, əsərləri mən adlarını qeyd etdim. Parkın ərazisində gəzərkən belə şirin və kiçik bir kafe tapdıq. Fransız üslubunda dizayn edilmişdir və həqiqətən çox xoşumuza gəldi. Eyni şəkildə şirniyyatlar sifariş etdik, kofe, çay və hamısı da həqiqətən çox dadlı idi. Və biz belə bir sunsetlə bugünkü gəzintimizi sonuna gəldik. Həqiqətən buradan çox xoşum gəldi. Polşada, Varşavada olanlar mütləq bu yeri nəzərinizdə saxlayın. Gəlin, məncə ilin hər fəslində çox gözəl olacaq bir yerdir. Belə, biz indi evə yola düşəcəyik. Hava bütün gün boyunca çox yaxşı oldu. Qısacası gəzintimizdən zövq aldıq. You call me again, drunk in your Benz, driving home under the influence. You scared me to death, but I'm wasting my breath. 'Cause you only listen to your phone. I don't relate to you, no I don't. I don't relate to you. Selamlar herkese. Bugün yeni bir gün. Bir neçə gün idi vloga ara vermişdim. Yağış yağırdı diye. En sonunda bugün çıkma kararına geldik. Shopping center'a gelmişik. İstedim bugün vloguma devam edeyim. Sizlere de göstereceğim. Böyle başlayalım. Never told anyone anything bad, 'cause that shit's embarrassing. You were my everything. All that you did was make me fucking sad. So don't waste the time I don't have. Oh, and don't try to make me feel bad. I could talk about every time that you showed up on time. I'd have an empty line, 'cause you never did, never paid any mind to my mother or friends. So I shut them all out for you, 'cause I was a kid. Çok uzun müddettir ki mağazalarda demək var ki alışveriş etmirəm. Adətən online sifariş edirəm. Almanyaya gəldiyimdən həqiqətən də bu çox rahatdır. Sifariş edirəm, evə gəlir. Bəyənmədiyimi təzədən pulsuz geri göndərə bilərəm. Bir iki mağazanı gezdik. İndi qalxacaq yuxarı. Yəqin ki oturub kofe içəcəyik. Talk about every time that you showed up on time. I'd have an empty line, 'cause you never did, never paid any mind to my mother or friends. So I shut them all out for you, 'cause I was a kid. You ruined everything good. Always said you were. Selam herkese. Bugün hazırlaşmışıq. Gedirik restorana. Bugün bacımın ad günüdür.
Onu qeyd etməyə və əlbəttə ki, bunda vloguma daxil etmək istəyirəm və sizlərlə də paylaşacağım. Belə. Festivalin adı böyle adlanır. Nar. İlk dəfədir buradayıq. Səhv etməmsə deyəsən türklərə aiddir. Belə görək içərisi necədir. Və bugünkü günümüzün sonuna gəldik. Ad gününü qeyd elədik. Əyləndik, yedik, içdik, dedik, güldük. Və çox maraqlı oldu. İndi də bir yola düşürük.